Çox səsliliyin səsi Araz News radiosunu dinləyirsiniz. Yasaqlar və qadağalar altında, sürgün yollarında, dostaq hücrələrində və tənhalıqda qapısı bağlı bir otağın səssizliyində yaşayan bir insan üçün dəyişməyən tək şey vardı. Yazmaq və mübarizəni qələmlə yaşatmaq. 20-ci yüzilin ortalarında Güney Azərbaycanda ana dilində yazmaq təkcə bir ədəbi seçim deyildi. Bu, siyasi tutum idi. Yazmaq dirəniş demək idi. Susmaq isə çox vaxt daha xətərsiz görünürdü. Amma bütün bunlara rəğmən susmağı seçməyən insanlar var idi. Bu gün ilmədə istismar altında türkcə əsərlər yaradan, dili və ədəbiyyatı mədrəsələrdə oxudulmadığı üçün bəlkə də adını heç eşitmədiyiniz bir ədəbiyyatçıdan danışacağıq. Bir dövrün bütün ağrılarını özündə daşıyan bir yazıçının həyatına toxunacağıq. Gəncəli Səbahi. Onun həyatı iki fərqli imperatorluğun kölgəsində keçdi. Bir tərəfdə Sovet diktatorluğu, digər tərəfdə İran, Pəhləvi və İslam Cumhuriyyəti rejimlərinin faşist baskıları. Amma bütün bu baskıların ortasında dəyişməyən bir şey vardı. Ana dilinə bağlılığı. Gəncəli Səbahi xalqın yaşadıqlarını kağız üzərində saxlamaq, unudulmağın qarşısını almaq üçün yazırdı. Bəzən çap olunacağını bilmədən, bəzən heç vaxt oxunmayacağını düşünərək. Onun hekayələrində qəhrəmanlıq abartılı bir dilə dönüşməz. Amma diktator hakimiyyətin zülmünə məruz qalmış insanın səssiz qüruru, sarsılmayan iradəsi diqqət çəkər. Gəncəli Səbahi 1906-cı ildə Güney Azərbaycanın Mərənd bölgəsində Niyab adlı bir kənddə dünyaya gəldi. Bu ədəbiyyatçı ruhuna sahib insan üçün dolduğu yer sonradan əsərlərində ilham qaynağına çevriləcəkdi. Babası Yunus kişi məşrutə hərəkətinin etçisi ilə şəkillənmiş, dönəminin ictimai və siyasi gəlişmələrinə qeydsiz qalmayan bir insandı. Bu səbəbdən ailənin həyatı da erkən yaşlardan sabit qalmadı. İş axtarışı, dolanışıq çətinliyi və siyasi gərginlik Səbahi ailəsini Güney Azərbaycandan Quzey Azərbaycana göçməyə məcbur etdi. O, Ötən Günlərim əsərində enişli yoxuşlu həyatını qələmə almışdır. Bugünkü kimi yadımdadır. Yaz girmişdi. Düzlər, dərələr al yaşla bürünmüşdü. Qoyun-quzular dağların döşünə, yamazlara yayılmış, gül çiçəklərin ətri, baharın ürəyə yatan lətif havası, quşların ruhu oxşayan nəğmələri insanı fərəhləndirirdi. O zaman hələ mən uşaq idim. 7 yaşım var idi. Öz taytuşlarımla azad quşlar kimi qanad açıb uçurduq. Dərə təpə düz demirdik. Qayadan qayaya sıçrayıb oynayır, bəzən vəhşi güllərdən dəstələr bağlayır, gah da yemliklərib yeyir, hərdən bir aşıq üstündə dalaşar, barışar, heç bilməzdik dünyanın harasıdır. Heyf ki, uşaqlıq həyatına qayıtmaq arzusu boş bir xəyaldır. Bir gün nahara yaxın evə qayıtdıqda bir həl-hələ gördüm. Qoca nənəm Səkinə xanım qorxuc ağrıları yadından çıxmışdı. Evdə fır-fır fırlanırdı. Anamın həmişə tutqun görünən üzü ışıqlanmışdı. Gözlərində sevinc oynayırdı. Ələsgər əmim evin yuxarı başında, altında döşək, yastığa söykənib çubuq muşluğunu somururdu. Məni görən kimi yanına çağırıb diz üstə oturtdu. Uzun sarı tellərimi oxşamağa və nəvazik etməyə başladı. Səni ağanın yanına aparacağam.
Gedirsən? Deyə sual verdikdə mən başımla razılığımı bildirdim. Məlum oldu ki, o taydan qasid gəlib. Atamdan kağız gətiribdir. Kağızda əmimdən bizi o taya onun yanına aparmaq istəyibdir. Bu xəbər məni hamıdan daha çox sevindirdi. Uşaq yaşlarında başlayan bu göç həyatı Gəncəli Sabahinin dünya görüşündə dərin izlər buraxdı. O, ilk təhsilini Quzey Azərbaycanda Gəncə şəhrinin quzey-batısında yerləşən Şəmkir bölgəsində aldı. Orta təhsilini isə Gəncə şəhrində bitirdi. Gəncə şəhrində keçirdiyi illər onun bir intellektual olaraq şəkillənməsində belirləyici oldu. 1929 ilində Bakıya gedərək bugünkü Bakı Dövlət Universitetinin Dil və Ədəbiyyat fakültəsinə girdi. Öğrencilik illərində klassik Azərbaycan ədəbiyyatını və dünya ədəbiyyatını yaxından tanıdı. Nəsimi, Fuzuli, Mirzə Cəlil ilə birlikdə Rus və Avropa realistləri düşüncə dünyasını şəkilləndirdi. Bu birikim onu ədəbiyyata romantik duyğulardan çox ictimai məsuliyyət pəncərəsindən baxmağa yönəltdi. Universitəni bitirdikdən sonra Gədəbəydə oxullarda təhsilə nəzarət işini görən maarif müfəttişi və ya bazrəs kimi çalışmağa başladı. Daha sonra mədrəsə müdürü oldu. Bu dönəm onun xalqla birbaşa təmas qurduğu illər idi. Kəndlərdə gördüyü savadsızlıq, yoxsulluq, sonradan hekayələrində açıq şəkildə hiss olunacaq mövzulara çevrildi. 1937-ci ilin qara kölgəsi Səbahi ailəsinin üzərinə də düşdü. Sovet baskı və sərkub maşını onu da şübhəli unsur kimi hədəfə aldı. Tutuklandı, bazcui olundu və ardınca sürgün. Bu andan etibarən Gəncəli Səbahinin həyatı geri dönməz şəkildə dəyişdi. Xəlil Rza davam edir. Azərbaycan tanımışdır vaxtsız qapı döyənləri, qara günlər gətirərkən qan qırmızı giyənləri. Yox, unuda bilmərik biz xeyir cildi giyən şəri, yüz minləri qanunsuz və məhkəməsiz güllə baran edənləri. Elə bilmə o dəhşətli yanğın bitdi, batdı getdi. Hələ durur, davam edir 37. O yaşayır qorxularda, ürkülərdə, bəlkə bir də qaytarıldı, bəlkələrdə. Davam edir 37. Daha kəskin, daha ciddi. 1937-ci il. Bu tarix bir nəslin yaşamının birdəfəlik dəyişdiyi ildir. Gəncəli Səbahı üçün də o il həyatın iki yerə bölündüyü nöqtə oldu. Sürgündən öncə və sürgündən sonra. Bazrəs, mədrəsə müdürü, gənc düşünür. Bütün bu kimliklər bir anda mənasını itirdi. Atası Yunis kişi ilə birlikdə tutuklanmışdı. İttihamlar sıradan və boş idi. Xalq düşməni, şübhəli unsur, şübhəli geçmiş. Aylarla davam edən bazcui və istintaq, psikolojik baskılar. Sonra hökm gəldi. Sürgün. Səhər oldu, hava aydınlaşmış, günəş öz şüalarını qarlı düzlərin üzərinə saçmışdı. Necə deyərlər, gün işarır, göz yaşarırdı. Səhər yeməyini yedikdən sonra hamını səslədilər. Kirov savxozunun
6 şöbəsi var idi. Bizi şöbələrə paylamışdılar. Hər şöbənin adamlarını ayırıb öz ailələri ilə maşınlara doldurub yola saldılar. Biz Şirov savxozunun özündə, yəni mərkəzdə qalanlar cərgəsində idik. Hər 2-3 ailəyə bir otaq verməklə qəsəbə halına düşmüş Şirov savxozunda yerbəyer etdilər. Biz də öz həmşəhrimiz Şeyxəli ilə bir otağa yığışdıq. Şeyxəlinin ailəsi, qaynanası, xanımı Züleyxa, 6 yaşlı qızı Yasəmən, bir də özü idi. Biz isə 5 nəfər idik. Mən, xanımın Həbibə, oğlum Heydər 14 yaşında, Tofiq 6 və Arif 3 yaşındaydı. 9 nəfər bir otaqda yaşamaq ağır olsa da, başqalarına görə şükürlü idi. Beləliklə, ömrümüzdə yeni bir həyat səhifəsi açıldı. Tələsik çay qoyuldu. Şeyxəlinin qadını mənim bibim qızı idi. Külsüm bibimin var yox bir qız olduğundan, tək qalıb ayrılıq odunda yanmaqdansa, qızı ilə birlikdə Sibir şaxtalarında yaşamağı özünə xoş bilmiş, qızı ilə birlikdə gəlmişdi. Xanivadə yaxınlıq və səmimiyyəti bizə bir yerdə keçinməyə kömək edəcəyinə inanırdım. Hər iki ailə bir süfrənin başında yığışıb səhər yeməyini yeyirdik ki, həmin əvvəlki səs işə başlayın deyə səslədi. Bir sərbaz kimi cəld paltarlarımızı geydik. Ayaqqabılarımızın bağını bərkidib eşiyə çıxdıq. Hava saf və soyuq idi. Əvvəl bizi bir salona yığdılar. Bir nəfər söhbətə başlayıb savxozun ümumi vəzindən, işindən və iş şəraitindən müfəssəl danışdı. Sözlərinə yekun vuraraq, unutmamalısınız ki, bura asayişgah deyil, iş yeridir. İşləməklə hər kəs özünü tanıtdıra bilər. Axırda işləməyən dişləməz deyə sözünü qurtardı. Bizi 3 dəstəyə böldülər. Daha doğrusu saf çürük etdilər. Birinci dəstəni taxıl anbarlarına, ikinci dəstəni mal-heyvan tövlələrinə, bizi də azuq anbarlarına apardılar. ...1938-ci ildə Gəncəli Səbahi ailəsi ilə birlikdə Qazaxıstana sürgün edildi. Sürgün onu yazıcıdan çox sadəcə yaşamağa və diri qalmağa çalışan bir insana çevirdi. Qazaxıstanın sərt iqlimi, yoxsulluq, qıtlıq, sürətli nəzarət. Səbahi sürgün illərində ağır fiziki işlərdə çalışdı. Amma bir intellektual üçün əsl ağır gələn yazıb yaratma haqqından məhrum buraxılmasıydı. Bu şərait belə onun özgürlük sevdasının ruhunu sustura bilmədi. Yazdı, yazdıqlarını gizlədi. Çünki yazmaq belə suç sayıla bilərdi. Əgər əvvəllər yazı bir seçim idisə, sürgündə yazmaq ruhi ehtiyaca çevrildi. Yazmaq unutmamaq üçün idi. İnsanın özlüyünü itirməməsi üçün idi. 1946-cı ildə İkinci Dünya Savaşından sonra Səbahi sürgündən azad edildi və Bakıya qayıtmasına icazə verildi. Amma artıq əvvəlki həyat şəraiti yox idi. Bu anda Güney Azərbaycandan gələn xəbər onun həyatında yeni bir dönüş nöqtəsi oldu. Təbrizdə Azərbaycan Milli Hökuməti qurulmuşdu. Ana dilində məktəblər açılırdı. Universitet fəaliyyətə başlayırdı. Radiodan Azərbaycan türkcəsi səslənirdi. O bir daha risk etməyə qərar verdi. Sürgün onu qorxutmamışdı. Əksinə onu daha da sərtləşdirmişdi. Bu sürgün illəri Gəncəli Səbahinin həm həyatını, həm də yazarlıq kimliyini şəkilləndirdi. Onun əsərlərindəki səssiz dirəniş və ağırbaşlı susqunluq bu təcrübənin sonucuydu.
1945-ci ilin payızı Güney Azərbaycanda uzun illər müstəmirə edilmiş, təhqir edilmiş, susturulmuş bir xalqın ayağa qalxdığı, milli iradəsini ortaya qoyduğu, kimliyinə və vətəninə azadlıq pərçəmini bürüdüyü tarixidir. Təbrizdə Azərbaycan Milli Hökuməti qurulduqdan sonra Səbahi fəal şəkildə bu sürəcə qoşuldu. O, yeni yaradılan Azərbaycan Universitetində Azərbaycan Dili və Ədəbiyyatı Fakültəsinin müdiri təyin olundu. (1324-cü ildə baş vermiş 21 Azər İnqilabı doğrudan da Azərbaycanın qiyafəsini dəyişmişdi. Müstəbid dövlət yerinə demokratik bir rejim gəlmiş, yeni, azad bir həyat quruculuğuna başlanmışdı. Mənfur Pəhləvi silsiləsinin farslaşdırma siyasəti nəticəsində boğulmuş dil, ədəbiyyat, tarix və incəsənət qızıl gül qunçəsi kimi asırlıqdaydı. Məktəblər ana dilində dərsə başlamış, radio isqahı təşkil olunmuş, şairlər məclisi istedadlı şairlər və yazıçıları öz ətrafına toplamış, Azərbaycan dilində ruznamələr, məcəllələr çap olunurdu. Təbrizdə ilk dəfə olaraq danışqah təsisinə iqdam olunmuşdu. Dünənə kimi öz dilində yazmağa, danışmağa haqqı olmayan, az qala özlüyünü və milliyyətini belə yaddan çıxartmağa qədər tənəzzül edən Azərbaycan xalqı bu müvəffəqiyyətləri görərkən ruhlanır, bütün varlığı ilə gecəni gündüzə qataraq yeni həyat uğrunda çalışırdı. Təbriz xiyabanları asfalt oldu. İranda sabiqəsi olunmayan lüləkeşlik işləri əncam tapdı. Hər şeydən artıq teatr və musiqi sahəsində görülmüş işlər doğrudan da göz qamaşdırırdı. Səməd Səbahinin rejissorluğu ilə səhnəyə girilmiş yüksək keyfiyyətli əsərlər xalqın ürəyinə yatmış, ruhunu oxşayaraq rəğbətini qazanmışdı. Cürətlə deyə bilərəm ki, Təbriz teatrı Xavərmiyanədə nümunəvi bir şəkil almışdı. Səbahi bu fakültədə sadəcə dərs vermirdi. Ana dilinin akademik bir dil olaraq yerləşməsi sürəcində aktiv bir rol alırdı. Təhsil proqramlarının oluşması və ədəbi mirasın öyrəncilərə buraxılması onun üçün əsas məsuliyyətidir. Eyni zamanda Səbahi Təbriz radiosunda da fəaliyyət göstərdi. Sadə, aydın, amma zəngin dil ilə danışmaq onun əsas prinsipinə çevrilmişdi. Bu dövrdə ana dilində danışmaq, yazmaq və oxumaq artıq gizli deyildi. Amma bu azadlıq çox qısa sürdü. 1946-cı ildə İran ordusunun Güney Azərbaycana hücum etməsi ilə Azərbaycan Milli Hökuməti süqut etdi. Ardınca həbslər və edamlar başladı. Azərbaycan yenə də mərkəzi hökumətin müstəmərəsinə çevrildi və türk dili yenidən susturuldu. O yenə həbs edildi. Bu dəfə doğma vətəninin güneyində Pəhləvi diktatorluğu tərəfindən. Onun yeganə suçu ana dilində universitetdə akademik fəaliyyət. Həbsdən sonra Səbahi ucqar bölgələrə sürgün edildi. Luristanın Qala Müzəffər adında kəndinə göndərildi. Bu sürgün Sovet sürgünündən fərqli idi. Burada fiziki çətinliklərdən çox mədəni təcrid var idi. O, ana dilindən uzaq salınmışdı. Sürgündə Səbahi həyatını davam etdirmək üçün əkkaslıq və digər işlər görməyə məcbur qaldı. Amma yazmaqdan vazgeçmədi. Yazdı, saxladı, gizlətdi. Bilirdi ki, bu yazılar indi yox, gələcək üçündür.
1948-ci ildə ümumi əfv nəticəsində azad olundu. Təbrizə qayıtdı. Amma artıq əvvəlki Təbriz yox idi. Ana dilində mədrəsələr və universitet bağlanmış, radio susdurulmuşdu. Amma bu, onun mübarizədən çəkiləcəyi anlamına gələ bilməzdi. Mübarizə sadəcə şəkil dəyişdi. O, milli qurtuluş mübarizəsini ədəbiyyat üzərindən davam etdirdi. Hekayələrində sürgünləri yazdı. Edam olunan fədailəri ad cəhmədən təsvir etdi. Susturulmuş dili sətir aralarında yaşatdı. Səbahi üçün 21 Azər məğlubiyyət dəhildi. Bu, yarımçıq qalmış bir cümlə idi. Onun ədəbiyyatı da məhz bu yarımçıq cümləni tamamlamaya yönəlmişdi. O bilirdi ki, siyasi hakimiyyətlər dəyişə bilər. Amma yazıya çevrilmiş əsər asanlıqla silinmir. Azərbaycan Milli Hökumətinin süqutundan sonra Gəncəli Sabahı üçün həyat əvvəlki axarına qayıtmadı. Açıq fəaliyyət imkanları bağlandı. 1950-ci ildə ailəsi ilə birlikdə Tehrana göçmək məcburiyyətində qaldı. Səbahi burada da nəzarət altındaydı. Ana dilində yazmaq rəsmi şəkildə tanınmırdı və yazdıqlarını açıq şəkildə çap etdirmə mümkün deyildi. Buna baxmayaraq, o yazmaqdan yenə də əl çəkmədi. Bu illərdə hekayələr yazdı. Məhəmməd Əli Fərzanə, Qulam Hüseyn Saidi, Riza Bərahəni kimi yazarlarla birlikdə ədəbi fəaliyyətlər yürütdü. Xatirələrini qələmə aldı. Yaşadıqlarını əsərə çevirdi. Ancaq əsərlərinin bir qismi uzun illər gizli qaldı. 1979-cu ildən sonra isə Azərbaycan yazıçı və şairlərinin bir araya gəlməsinə dəstək verdi. Günəş dərgisinin nəşri ilə ana dilində ədəbiyyatın yenidən dirçəlişi üçün çalışdı. Uzun sürgünlər, təqiblər və ağır həyat şəraitindən sonra Gəncəli Səbahi 6 septembr 1990-cı ildə Tehranda dünyasını dəyişmiş, Tehranda toprağa tapşırılmışdır. Səbahi artıq bir nəsli təmsil edirdi. Vətənin hər iki tərəfində istismarçı rejimlər tərəfindən zülmə məruz qalmış bir nəsli. O nəsil üçün azadlıq və ədalət yalnız milli hökumətin o qısa ömründə məna tapmışdı. Ondan sonra neçə nəsillər gəlib keçib. Amma Güney Azərbaycan hələ də azadlıq həsrəti ilə yaşamağa davam edir. Ancaq Səbahinin kültürel mücadiləsi Güney Azərbaycanda yaşamağa davam edir. Azadlıq və ədalət istəyi, milli hökumət idealı indi daha yüksək səslə bağırılır. Dəyərli dinləyicilər, siz Araz News Radiosunun ilmə proqramını dinlədiniz. Başqa bir ilmədə görüşmək diləyi ilə əsən qalın.